Beynəlxalq hüquqi mexanizmlər mükəmməl olmadığından keçmiş və indiki koloniyaların Fransız müstəmləkəsindən azad olması hələ mümkün olmayıb. Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Fransız Polineziyasının dekolonizasiya hüquqi çağırışlar və perspektivlər mövzusuna həsr edilən konferansda çıxışı zamanı deyib və qeyd edib ki, beynəlxalq hüquq dövlətlərin hərbi cinayətlərə, soyqırma aktlarına görə məsuliyyətə cəlb edilməsi nəzərdə tutur. Ancaq müstəmləkə ilə bağlı məsələ hələ də tam müəyyən edilməyib. Fransa uzun illər qeyri-insani rəftar nümayiş etdirərək 1966-1990-cı illər arasında adalarda 200-ə yaxın nüvə sınaqları keçirmişdi və Maui Nui xalqı bundan çox böyük əziyyət çəkmişdir. BMT Baş Assambleyasının 2013-cü il tarixli atom şüalanmasının təsiri qətnaməsində nüvə sınaqlarının sağlamlığa və ətraf mühitə vurduğu təsirlər məsələsi əks olunmuşdur. Düşünürəm ki, BMT-nin bu konvensiyası çərçivəsində Maui Nui xalqının sağlamlığına və ətraf mühitə vurulmuş ziyanın kompensasiyasının hüquqi mexanizmlərində müzakirə edə bilərik.